Azərbaycanın həqiqətən də çox gözəl gəzməli, görməli yerləri var. Və bu günləri çox təəssüflər olsun ki, biz Azərbaycanlılar öz ölkəmizdə olan istirahət mərkəzlərini, öz ölkəmizdə olan əyləncə mərkəzlərini, gəzməli, görməli yerləri gəzməkdə çətinlik çəkirik. Tək öz ölkəmizdə deyil, bir günləri Azərbaycanın artıq illərdir ki, quru sərhədləri də bağlı şəkildədir. Və hər bir insan da bu həyata bir dəfə gəlir. İstəyir öz ölkəsinin gəzməli, görməli yerləri olsun, istəyir dünyada olan digər ərazilər olsun. Yəni hər kəsin həm konstitusiyon hüquq olaraq, həm fundamental hüquqları sırasındadır onun hərəkət azadlığı. Amma biz bugün bu imkanlardan çox təəssüflər ki, istifadə edə bilmirik. Məsələn, bax bu ərazilər Azərbaycan ərazisində yerləşir və mən inanıram ki, bizim əhalimizin böyük əksəriyyəti bu əraziləri gəlib ziyarət etmək imkanında deyirlər. Yəni buna onların maddi olaraq ən azından imkanları yetmir, çatmır. Amma belə olmalı deyil əlbəttə. Çünki Azərbaycan elə bir ərazidə yerləşir ki, Azərbaycanın elə bir imkanları var ki, təbii olaraq, milli sərvət baxımından, həm strateji baxımdan. Yəni Azərbaycan xalqı bütün parametrlər üzrə regionda yerləşən ölkələrdən həm təbii sərvətlərinə, həm maddi sərvətlərinə, gəlirlərinə görə çox yüksək olmalıdır və bu əraziləri gəlib ziyarət etmək hər bir insan üçün əlçatan olmalıdır. Və ümid edirik ki, dəyişən dünya reallıqları, ümumiyyətlə dəyişən inkişaf bir gün Azərbaycanı da öz ağuşuna götürəcək və Azərbaycan xalqı da nəhayət ki, bu gözəl, səfalı yerləri, tək bu yerləri yox, ümumiyyətlə Azərbaycan ərazisində yerləşən və yaxud da Azərbaycandan kənarda yerləşən digər gəzməli, görməli yerlərə rahat şəkildə gedib gəlmək imkanına malik olacaqlar. Ən azından bu hər bir insanın təbii haqqıdır. Bayaq da vurguladığım kimi, yəni hər bir insan haqq eləyir ki, o yaşadığı sürəcə həm də istirahət edə bilsin, həm də təbiətin, Tanrının insanlara bəxş elədiyi gözəllikləri seyr edib öz həyatına maraq qata bilsin. Bir ölkənin insanlarının rifah səviyyəsi həm də onunla ölçülür ki, o rahat şəkildə səyahət etmək imkanlarına malik olur. Və ümid edirik ki, biz də xalq olaraq bir gün o yaşayış səviyyəsinə çata biləcəyik.